Deyirəm, özüm kimi qaş çəkən usta görmədim də. Mənə maraqlı olan birisi nədir? Niyə bu söz çoxunu qıcıqlandırır? Nə olub? Yalan danışıram bəyəm. Usta özünə güvənməlidir, öz əl işinə güvənməlidir. Var elə ustalar, yalandan özünü tərifləyirlər, boşboğazlıq edirlər, amma bir köplü əl işlər yoxdur. Axı mən sizə bunu danışa-danışa özümü təriflə, həm də əl işimi göstərirəm. Yəni öz gözünüzdən görürsüz. Yalan danışıram yoxsa yox. Qaşın əvvəlini gördünüz. İndi bu qaşda nə düzəltmişəm, gəlin baxaq. Özünə güvənən ustaya siz də güvənə bilərsiniz, əgər əl işi özünü doğrudulsa. Gəlin baxaq. O gördüyünüz qaşdan bu nəticəni biz aldıq. Uzaqdan baxırsan ki, səliqəli qəşəng qaşdır. Amma yaxından baxdığımız halda biz burada dəndən cızılar görə bilirik. Heç bir cızıq 2 dəfə təkrarlanmır. Baxmayaraq ki, bir cızığın üstündən 4-5 dəfə getmişəm. Bu yer vəbşi tam tüksüzdür. Yəni tük yoxdur. Özümdən çəkmişəm. Belə uzaqdan baxdığımız halda heç hiss olunmur. Harda tük var, harda yoxdur. Bu işi isə təqdim edirəm. Birincisinə nanobrofs oldu. 2 ildən çox qalacaq. Göyərmə qızarma olmur. Möhtəşəm endirimlərimiz də var hal-hazırda. Yeni ildən bağlı gəlin. Faydalanın, yararlanın.